2025-ci il Azərbaycan dəmir yollarının tarixində dönüş nöqtəsi oldu. Yenilənmənin daha da sürətləndiyi, rekordların yeniləndiyi bir il. 145 ili geridə qoyub, gələcəyə doğru dayanıqlı və sürətlə hərəkət edən bir şirkət. Bizim hər günümüz relslər üzərinə düşən gün işığı ilə başlayır. Minlərlə sərnişin hər səhər günlərinə rahat başlamaq üçün bizi gözləyir. Həm polad relslərdə, həm də limanda. Dalğalar üzərində konteynerlər dünyanın müxtəlif şəhərlərinə çatmaq üçün hərəkətə hazır olur. Qitələri bir-birinə birləşdirən böyük bir zəhmət üçün isə minlərlə dəmir yolçu işə başlayır. ...2025-ci ildə ADY regionda yeni əməkdaşlıq imkanları üçün mühüm platformaya çevrildi. Dünyanın onlarla ölkəsi ilə strateji tərəfdaşlığı daha da genişləndirdi. Uzaq şərqdə ADY üçün yeni günəş doğdu. Çinin Sian limanında ADY nümayəndəliyi və konteyner meydançası açıldı. Bakı-Tbilisi-Qars dəmir yol xətti vasitəsilə yük daşımaların təşkili haqqında anlaşma memorandumu imzalandı. İlin sonlarına yaxın MDB-nin iştirakçı dövlətlərinin Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasına ev sahibliyi edən Bakı, yenidən regional dəmir yol diplomatiyasının mərkəzinə çevrildi. 2025-ci ildə Azərbaycan ərazisindən keçən yük axınları artdı. Bu il Bakı Beynəlxalq Dəniz Limanının Azərbaycan dəmir yollarına qoşulması ilə daha da böyüdük. Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq 2025-ci ildə Bakı limanı vasitəsilə 8,2 milyon tondan çox yük və 105 min TEU ekvivalentindən çox konteyner aşırılıb. 2024-cü illə müqayisədə Bakı limanı vasitəsilə daşınan konteynerlərin həcmində 36,7%, ümumi yükün həcmində isə 7,9% artım olub. Azərbaycan dəmir yolları bu il ərzində 17 milyon tona yaxın yük daşıyıb. Konteyner daşımalarında isə 20%-ə yaxın artım olub. Çindən daxil olan blok qatarların sayı da rekord həddə çatdı. ...2025 sərnişin daşımaları üçün də yeniliklərlə yadda qaldı. Bu il ADY tarixində ilk dəfə 10 milyondan çox sərnişini daşıdı. Sərnişinlərimiz arasında 30 mindən çoxu əcnəbi vətəndaşlar oldu. İlin əvvəlində Bakı-Balakən qatarı yola düşdü. Daha sonra Bakı-Ağstafa dəmir yol xətti Qazaxa qədər uzadıldı. Bu il Azərbaycan dəmir yolları tarixində duyğulu bir an yaşandı. Bakı-Ağdam qatarı 32 il sonra tam doluluqla yola çıxdı. Bərdə və Köçərli stansiyaları, eləcə də Təzəkənd dayanacağı tikildi. Bu, təkcə yeni xəttin açılışı deyildi. Bu, böyük qayıdışın böyük addımlarının səsi idi. 2026-cı ildə isə Ağdam-Xankəndi dəmir yolu xətti və Xankəndi dəmir yolu və avtovağzal kompleksinin tikintisini yekunlaşdırmağı planlaşdırırıq. Bu dəmir yolu xəttinin layihələndirilməsi işləri 77% yerinə yetirilib. ADY həmçinin ilk dəfə Gəncə-Mingəçevir marşrutunu istifadəyə verdi. Bu il Prezident İlham Əliyev Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramının təsdiq edilməsi haqqında sərəncam imzaladı. ADY artıq proqramın icrasına başlayaraq Abşeron dairəvi marşrut üzrə Dərnəgül stansiyasının tikintisinə start verib. Dünyanın diqqətində olan Zəngəzur dəhlizi də 2025-ci il boyu manşetlərdən düşmədi. Zəngəzur dəhlizinə gedən yolumuz Horadiz-Ağbənd dəmir yolu xəttindən keçir. Biz bu yolda layihələndirmənin 85%-ni, tikintinin təxminən 70%-ni tamamladıq.
Zəngəzur dəhlizinin davamının keçdiyi Naxçıvanda dəmir yolu infrastrukturunun bərpasına başladı. Artıq Ordubaddan Ermənistanla sərhəd istiqamətində dəmir yolunun tikintisinə start verilib. Biz etibarlı və təhlükəsiz daşımalar üçün Sumqayıt-Yalama xəttində də tikinti işlərini bitirdik. Ələt-Osmanlı-Astara xəttinin yenidən qurulması davam edir. İran ərazisindəki Astara terminalının layihələndirmə işləri 94% və tikinti quraşdırma işləri 83,8% tamamlanıb. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin Gürcüstan hissəsinin tikinti quraşdırma və reabilitasiya işləri yekunlaşdı. Bu il lokomotiv parkının yenilənməsi üçün Çindən 7 yeni lokomotiv və ehtiyat hissələrinin əldə edilməsi ilə bağlı müqavilə imzalandı. Həmçinin daxili investisiya hesabına 300 ədəd yeni vaqon alındı. Bütün bunlar daşımaların sabitliyini və gücünü artıran strateji addımlardır. Dəyərlərimizə sadiqliyimizi hər il daha da gücləndiririk. Daha təhlükəsiz, daha innovativ, daha etibarlı, daha xoşməramlı, daha keyfiyyətli, daha dayanıqlı. Bu il ikinci dayanıqlılıq hesabatımızı təqdim etdik. Asiya İnkişaf Bankı ilə birlikdə dekarbonizasiya layihəsinə start verildi. Bu, gələcəyin yaşıl nəqliyyat modelinə doğru atılmış mühüm addımdır. Əmsallaşma sahəsində əhəmiyyətli nəticələr əldə etdi. Kağızsız əməliyyatların tətbiqi sürətlə genişləndirildi. Yüklərin elektron qaymələrlə yola salınması, hərəkətin təhlükəsizliyi üzrə bütün daxili prosedurların rəqəmsallaşdırılması həyata keçirildi. ADE Mobile istifadəçilərinin sayı 350 minə çatdı. Həmçinin ADE təhlükəsizliyin gücləndirilməsi üçün ardıcıl təlimlər keçirir. İşə qəbul yarmarkaları, rəqəmsal yollar təcrübə proqramı, Bilik Ekspresi layihəsi yüzlərlə gənc üçün yeni qapılar açdı. İlk dəfə qadın maşinist köməkçiləri səfərə çıxdılar. Bu, dəmir yol tarixində mühüm sosial addımdır. Azərbaycanda dəmir yollarının 145 illiyi münasibəti ilə buraxılan Poçt markası, qara qızılın saldığı dəmir yolları və yaşıl qatar sərgiləri dəmir yolu irsinin yeni nəslə ötürülməsinə xidmət edir. İl boyu bütün bunları yerli və xarici mediaya çatdırdıq. Заключили меморандум. Его цель – добиться стабильных цен на перевозки грузов. Rəsmi sosial media hesablarımızda videolarımıza 20 milyona yaxın baxış topladıq. Biz yalnız relsləri deyil, bütün marşrutları müəyyənləşdiririk. Biz yükü və sərnişini deyil, ölkənin sabahını daşıyırıq. Və bütün bunların mərkəzində dəmir yolçular, onların zəhməti, peşəkarlığı və fədakarlığı dayanır. 2026-cı il üçün planlarımız daha böyükdür. Relslərlə, limanlarla, dəhlizlərlə yeni ilə doğru.